Salam dostlar. Deməli, Azərbaycan xalqının çoxlu atalar sözləri var, zərb-məsəlləri var. Bəziləri də etik normalardan kənardır. Buna latayır atalar sözləri deyirlər. Rasim Qaracan bu ilə bağlı bir maraqlı kitabı da var. Məsləhət görürəm ki, oxuyasınız, faydalı olacaqdır. Baxmayaraq ki, etik çərçivələr keçir, ancaq bu bizim babalarımızın zərb-məsəlləridir, bizim atalarımızın zərb-məsəlləridir. Bir zərb-məsəl bugün yadıma düşdü. Bizim kənddə bundan istifadə edirlər. Deyir, umac yoxdur ummağa, zontiklə gedir, nəsə etmək. Yəni, tualetə tərəf gedir. Bugün bir xəbər paylaşdı hökumət mediaları ki, Azərbaycan İsraildə dəniz suyunun duzsuzlaşdırılması, saflaşdırılması üçün 270 milyon dollar məbləğində investisiya qoyur. Bu investisiyanı Azərbaycan hər hansı bir şirkəti yaxud da ki, İlham Əliyevin son saysız hesablı şirkətlərindən biri qoyur. Azərbaycan dövləti qoyur bu pulu ora. Azərbaycan İnvestisiya Holding, Azərbaycan İnvestisiya Fondu bu pulu qoyur. Ölkədə sosial tibbi sığortanı kəsiblər. İşsiz adamlardan bu il tələb edirlər ki, ayda 16 manat sosial tibbi sığortaya pul keçirsinlər. 16 manat tibbi sığortaya pul keçirə bilməyən işsiz adam səhiyyədən istifadə edə bilməyəcək. Yaxud da ki, nağd cibindən dəfələrlə çox baha bir pul ödəməyə məcbur olacaq. Onsuz da pul ödənişi deyirik. Mən inanmıram ki, tibbi sığortanın elə bir ciddi əhəmiyyəti var Azərbaycanda. Əlillərin bu əlillik dərəcələrini ləğv edirlər, yaxud aşağı salırlar. Müharibə əlillərinə, müharibə qazilərinə tibbi yardım eləmirlər, onların sağlamlığı ilə məşğul olmurlar. Qazilər illərdir 80 manat ayda kompensasiyasında o 80 manat pulu alınır. Heç nə artırılmır. Əksinə, çoxlu sahələrdə ixtisarlar gedir. Həkimləri ixtisara saldı. Görürüz ki, bugünlərdə təbibin qarşısında bir 100-ə yaxın diş həkimi yığılmışdı və işdən çıxarılmağına etiraz edirdi. Bütün sahələr üzrə ixtisar gedir. Məsəl üçün, ən varlı şirkətlərdən biri, Azərbaycanda ən pullu şirkətlərdən biri Azərqazdır. Azərqazda az qalan 60% ixtisar gedir. Hamını işdən çıxardıb atırlar. Digər sahələrdə də elədir. Digər dövlət idarələrində də elədir. Səbəb pul yoxdur. Səbəb büdcədə kəsirin olmasıdır. Səbəb xərclərin artması kimi göstərir. Amma biz görürük ki, Azərbaycan xalqının pulunu aparıb belə İsraildə, orada, burada sərf edirlər. Bundan əvvəl də İsraildə bir qaz yatağının 10%-ni alması üçün 1,5 milyard dollar vəsait ayırmışlar. Mübahisədə ərazidə yerləşir. Həmin qaz yatağı bilinmir gələcəkdə o qaz yatağının istismara veriləcək, verilməyəcək, ondan Azərbaycan xeyir götürəcək, götürməyəcək. Bu cür investisiyalar əslində Azərbaycanın neft və qaz sahəsində əldə olduğu gəlirləri ölkə xaricinə çıxartmaq üçün. Bu da oğurluğun bir yoludur. Bu da oğurluğun bir yoludur. Biz onsuz da bilmirik ki, neft fondunda nə qədər pul var. Biz bilmirik ki, neft fondu hesabında, neft fondunda olan pullar hesabında nə qədər daşınmaz əmlaklarımız, bizim nə qədər dünyanın müxtəlif ölkələrində daşınmaz əmlaklarımız var və ondan nə qədər gəlirlər. Biz heç bilmirik ki, Azərbaycanda neft ayırma zavodunda istehsal olunan benzin zapravkaları neçəyə satılır. Hər il benzinin qiyməti qalxır. Amma fikir verirsinizmi? Ancaq pərakəndə satış, ancaq zapravkalarda olan neft benzinin qiyməti qalxır. Topdan satış, zavoddan satılan benzinin qiyməti heç zaman qalxmır. Ona görə ki, o benzin zavodu Azərbaycan dövlətinə məxsusdur. Onu satan yanacaq doldurma məntəqələri isə İlham Əliyevə məxsusdur. İlham Əliyev öz gəlirlərini artırır, amma Azərbaycan dövlətinin gəlirləri stabil qalır, qalxmır, artmır. Azərbaycan dövləti, Azərbaycan neft sənayesi tamamilə bir ailənin xərclərini ödəyir, bir ailənin cibinə axır, sel kimi cibinə axır. Biz bilmirik Azərbaycanda neft ayırma zavodunda dizel neçəyə satılır litri, benzin neçəyə satılır litri, sütki yağları, motor yağları neçəyə satılır. Ümumiyyətlə, həmin zavodda istehsal olunan məhsulların qiyməti gizli saxlayılır. Ona görə ki, oğurluyurlar. Hər il benzinin qiyməti qalxır, amma neft ayırma zavodundan satılan benzinin qiyməti stabildir. Xeyr, İlham Əliyevə gedir. Bu keçək Azərbaycan İnvestisiya Holding adında bir şey. Bu yaradılmış, bu investisiya fondu deyir.
Bu İlham Əliyevin sərəncamı 2020-ci ildə. Bu yaranıb ki, Azərbaycanda sənayenin, kənd təsərrüfatının, yüngül sənayenin, ticarətin hətta idarə olunması, daha yaxşı inkişaf etdirilməsi üçün dövlət müəssisələrinin daha keyfiyyətli işləməsi üçün. Biz nə görürük? Dövlət müəssisələrinin ümumiyyətlə fəaliyyətinin şəffaflığına heç də deyə bilmərik. Dövlət müəssisələri qəsdlə zərərlə işləyir, qiyməti aşağı salınır və İlham Əliyev tərəfindən alınır, İlham Əliyevin şirkətləri tərəfindən alınır. Bu günlərdə də Bakıda bir maşın qayırma zavodlarından birini su qiymətindən özəlləşdirdilər. Və əminəm ki, həmin o özəlləşdirən şirkət də İlham Əliyevə məxsus. Çünki İlham Əliyevdən başqa heç kəs zavod ola bilməz. Azərbaycanda 15 dənə özəl hərbi zavod var. Zavod tikib də 15 şirkətlər lisenziya veriblər. Bu açıqlanmır hansı şirkətlərdir. Hansı şirkətlər silah istehsal edirlər. Bu şirkətlərin sahibləri kimdir? Azərbaycanda bütün şirkətlərin sahibləri kommersiya sirri adı altında gizlənilir. Çünki onlar açsalar məlum olacaqdır ki, Azərbaycanda olan bütün şirkətlərin ən azı 99% Əliyev qaydasıdır. Bugün bizim pulumuzdan yenə 227 milyon, 270 milyon dollar oğurladılar. Oğurlamaq istəyirlər, hazırlaşırlar və oğurlayacaqlar. Bir məsələni də bir araşdıranda məlum oldu. Bir məsələ, bir şey yəni diqqətimi cəlb elədi. Düz 4 il əvvəl, 2022-ci ildə bir İsrail şirkəti Azərsu ilə müqavilə bağlayırmış ki, Xəzər dənizinin suyunu saflaşdırıb, duzsuzlaşdırıb istifadəyə vermək. Olmuyor bu. Yəni danışıqlar mərhələsində qalır. İlham Əliyev bizim pulumuzu oğurlayıb İsrailə ölkə xaricində aparınca o zavodu, suyun duzsuzlaşdırılması, saflaşdırılması zavodunu Azərbaycanda açmalıyıq. Bizim hamıdan çox suya ehtiyacımız var. Azərbaycan suya ehtiyacı olan ölkələrdə, xüsusən Qafqaz bölgəsində ən az suya olan ölkə bizik. Əslində dəniz suyunun saflaşdırıb, duzsuzlaşdırıb, kənd təsərrüfatına, texniki su kimi, lap elə içməli su kimi istifadə etməyə əşhəd-i billah ehtiyacı olan xalq Azərbaycan xalqıdır. Amma İlham Əliyev bizi ac qoyduğu kimi indi susuz qoymaq fikrindədir. Və əgər dəniz suyunun saflaşdırılması mümkündürsə, o zavod Xəzər dənizinin sahilində vurulmalıdır. Xəzər dənizinin suyu saflaşdırılmalıdır. Xəzər dənizinin suyundan biz texniki su kimi kənd təsərrüfatında istifadə edə bilərik. Bütün sahələrdə istifadə edə bilərik. Amma etmir. Çünki İlham Əliyev Azərbaycan xalqının düşmənidir. Azərbaycan xalqının sərvətlərini ən müxtəlif yollarla, ən müxtəlif maxinasiyalarla ölkədən çıxardır. Ölkədən ona görə çıxarır ki, bu ölkəni öz ölkəsi, öz vətəni hesab eləmir. Ona görə çıxarır ki, sabah xalq havaya qalxanda qaça bilsin. Çamadanlarına yığsın, evində həyatında olan götürüb çıxıb getsin. Onlar Əliyevlə Azərbaycana vətən kimi baxmırlar. Azərbaycanda işğalçıdırlar və işğal etdikləri ölkə kimi baxırlar. Biz vətənimizə sahib çıxmalıyıq və ölkəmizə ölkə kimi baxmalıyıq. Bu yadanillərdən ölkəmizi xilas edilməli. Yoxsa günün bir günü görəcək ki, heç nəyimiz yoxdur. Heç içməyə suyumuz var. Sağ olun.